Ulduzcu çeşidir. Çağırış bilgili. Salon 03 85. Ünvanınızı deyin, zəhmət olmasa. Nəriman Oğrani, küçə adı. Proses bu otaqda başlayır. 103 nömrəsinə daxil olan hər zəng bir həyati təhlükə deməkdir. Daxil olan zənglərə cavab verən işçilər saniyələr içində ünvanı, diaqnozu qeydə alır. Təcili tibbi yardım məntəqəsinin 103 çağrı mərkəzindəyik. Olduğumuz bu otaqda vətəndaşların müraciətlərinin həkimlərə ötürülmə prosesi baş tutur. Təcili tibbi yardım xidmətinə daxil olan müraciətlər fərqli kateqoriyalara bölünür. Ən prioritet olanlar insan həyatı üçün birbaşa təhlükə yaradan təcili çağırışlardır. Yol nəqliyyat hadisələri, ürək-damar xəstəlikləri ilə bağlı kəskin hallar, huşun itirilməsi və ağır xəsarətlər bu siyahıda ön sıradadır. Çəkiliş zamanı daxil olan müraciət təzyiqin yüksək olması diaqnozu idi. Xəstənin adını bir daha deyin. Yazın doktor Şahbazova, talon 0632 0632 vaxt. Qeydə alınan hər müraciət dərhal elektron sistemə ötürülür. Ünvan, xəstənin vəziyyəti və ilkin diaqnoz müəyyənləşdirildikdən sonra çağırış uyğun növbətçi tibb işçilərinə yönləndirilir. Məqsəd vaxt itirmədən hadisə yerinə çatmaqdır. İndi isə çağırışın qeydə alındığı əraziyə yollanırıq. Çağırışın növündən asılı olaraq tibb işçiləri dərhal ünvana yollanır. Təcili çağırışlarda marşrut və vaxt faktoru xüsusi əhəmiyyət daşıyır. Bu hallarda hər maneə bir insan taleyini təhlükəyə ata bilər. Bura təcili yardım maşınının içərisidir. Maşının daxilində hər detal ilkin tibbi yardım üçün nəzərdə tutulub. Müayinə elədik, göstəricilərinə baxdıq. Xəstəmiz hipertonik xəstəsidir, hipertoniya xəstəsidir. Hal-hazırda arterial təzyiqi bir qədər yüksəkdir. Deməsinə görə səhərdən özünü narahat hiss edir. Gündəlik istifadə elədiyi təzyiq dərmanını qəbul etməsinə baxmayaraq arterial təzyiq bir qədər yüksək olduğu üçün indi tibbi yardım göstərəcəyik xəstəmizə. Səs və işıq siqnalları ilə hərəkət edən təcili yardım avtomobillərinə yol verilməsi isə insan həyatına göstərilən mənəvi dəstək deməkdir. Sürücülərdən xahiş edirik ki, səs və işıq siqnallardan istifadə edən təcili yardıma yol versinlər. Biz də vaxtında çağırışlara vaxtında gedək və xəstələri xəstəxanaya vaxtında çatdıraq. Xəstənin şikayəti nədir? Arterial təzyiq. Aha, yaşını və adını deyin. 65 yaş, Ülkər. Oldu, qeydə alındı. Sizin mobil nömrənizi aktiv saxlayın, çatdıqda əlaqə saxlayacaqlar sizə. Gün ərzində təcili yardım xidmətinə tibbi xidmət üçün müraciət sayında kəskin artım müşahidə olunur. Belə ki, ümumiyyətlə bir həkimin 12 saatlıq iş rejimində 14, hətta 18-20-yə yaxın çağırış icra olunur və bundan əlavə son vaxtlarda həm də müqsimi xəstəliklərinin artması ilə əlaqədar müraciətlərin sayında da artım müşahidə olunur. Onların günü yox, hər dəqiqəsi belə keçir. Müxtəlif ünvanlardan daxil olan fərqli çağırışlara tələsməklə. Biz isə sadəcə birini çəkib göstərə bildik. Həyəcanla, səbirlə və tibb işçilərinə dərin minnətdarlıq hissi ilə. Jalə Gözalova, Nail Şahbazov, Teli Səhər.